Filiz birinci suala cevap ver. Bir HTML dilinin köməyi ilə yaradılmış faylların uzantısı adi halda hansı formada olur? HTML bir də HTML variantı olur. Ben. Filiz bu A variantındaki uzantılar nəyə aiddir? Bilmirəm. Səndən keçməmişik. Elza de görüm. Dog, Dogix, bir də TXT mətn idi müəllim. Docx, bəli, mətndir. Bəs JPG, JPG, PNG, onlar qrafik idi. ikinci sual oxu. HTML teqləri hansı işarənin daxilində yazılır? O da C variantı olur. C. Hı -hı. Bəs bağlanan tek necə yazılır? Bağlayan tek. Tamam, eybi yox. Nərgiz üçüncü suala bax. Sırada bağlayan tegi açan tegdən fərqləndirmək üçün burada səğayir xəttinə istifadə olunur. Bəli. Variant. Günel. Mövzu başlıqlarının və alt başlıqların fərqli yazılması üçün istifadə olunur. Evet. Ə, Səhifənin başlığı yox. Mövzu başlığı və eyni zamanda alt başlıqları yazmaq üçün. Başlıq, alt başlıq. B variant. B variant müəllim. Xeyr. Deyim. Səviyyələri olur, Günel. Səviyyələri var. B hərfi kiçik hərf yazılmaması əslində. Yox, ölçüsünə görə səviyyələrə bölünür. Ölçüsünə görə H1-dən H6-ya qədər olur C variantı. Ay sağ ol. İndi bu H1-dən H6-ya qədər olanları mövzu başlıqların və eyni zamanda alt başlıqların təyin etməklə istifadə olunur. Hə, sualı anlamamışdım. Mikail. Deməli, analiz edək nəticələri təyin edir. İnformatika B, bold, yəni qalın yazmaq deməkdir. İnformatikanı qalın yazılacaq. Hı -hı. Öyrənmək. O alt xətt deməkdir. Alt xətti ilə yazılmalıdır. Çox isə həm əyri yazılmalıdır, italik, həm də qalın yazılmalıdır. Vacib birdə olduğu kimi o da A variantı. Bəli. Gülçin. Verilmiş yazılışa uyğun nəticəni hansı variantda göstərilmişdir? Aha. Birinci qrup gələcək, sonra riyaziyyat da dəqiqə. A bəndində deyil. A bəndi siyahıdır. Hansı siyahıya aiddir A bəndi? Gülçin. Nizamlanmış siyahıdır yoxsa nizamlanmamış siyahıdır A bəndi? Nizamlanmış. Nizamlanmış. Niyə nizamlanmış olur? Nizamlanır. Nöqtələr qoyulub belə. Nöqtələr qoyanda nizamlanmır Sıraya ki. 1, 2, 3, A, B, C. Bax bunlar qoyulanda nizamlanır. A variantı nizamlanmayıb. Gülçin. Sən ümumiyyətlə de görüm bu
yazılan teqlər nizamlanmış siyahıdır yoxsa nizamlanmamış siyahıdır? Hansına aiddir? Nizamlanmış da ol teki olmalıydı. Nizamlanmamış da ol. Yok dəqiqə. Nizamlanmamış da oluydu, nizamlanmış da oluydu. Oldusa indi nizamlanmışdı. Ayşə, oldusa nizamlanıb. Deməli, A variantı ola bilməz. Başqa heç bir variant ola bilməz. Burada bir dənə nizamlanan nədir? B variantıdır. B. Birinci, ikinci, üçüncü. Demişik ki, nizamlanmış və nizamlanmamış siyahıların içərisində olan elementlər li tagi ilə yazılır. Riyaziyyat li, fizika li, informatika li, li ilə açılıb, bağlanıb. Ümumi bunların da hər biri, üçü də bir yerdə ol taginin içərisindədir. Bax, ol burada açılıb, burada bağlanıb. Və bu ifadələrin hamısı P taginin içərisindədir. P tagi nədən yanadır? Üçün P tagi nəyi bildirir? Başlanğıcından sonu Xeyr, paragrafı bildirir. Paragraf. Paragrafın P'si. Yaxşı. Elza. HTML sənədlərinin başladığını bəyan etmək üçün aşağıdakı yazılışlardan hansı istifadə edilir? Deməli, A variantı orada müəllim start HTML. Start veririk, başlayırıq. Hərf tərcümə eləyirsən. Hərfi tərcümə eləmə. Kim deyə bilər uşaqlar? Mən deyim. deyim mi? Kimlər bir də? Filiz bir də kim? Nərgiz. Filiz sən de. Doctype HTML. Bəli. Doctype HTML. HTML-in ən birinci, belə deyək də, yazılışı bundan başlayır ki, bu da nədən yanadır? Doctype, yəni sənədin tipini göstərməkdən yana. Biz tutaq ki, WordPad-də, Notepad-də və yaxud da hər hansı bir HTML redaktorda tagləri yazarkən bu sənədin nəyə aid olduğunu, tipini bildirmək üçün bu yazılışdan istifadə edirik. Ondan sonra HTML yazırıq və digər tagləri ardınca yazırıq gedir. Müəllim bir sual verə bilərəm. Əlbəttə. Yuxarıda cədvəldə dediyi ol veribdi 1, 2, 3 nizamlayıb da, hə, yuxarıdan aşağıya. Bəli. Onun məsələn soldan sağa doğru nizamlaya bilməz. Elə yazıla bilməz. Necə soldan sağa? Yəni bir sətirdə yazsın. Aha, bəli, bəli. Əlbəttə yazar. Niyə yazmır ki? Onda burada divdən istifadə eləyərik. Div tagindən istifadə eləyərik. Ümumiyyətlə bir şey deyim də, məsələn, o yazılışı yaza bilərik. Amma biz burada bir siyahıdan söhbət ediriksə, o siyahı olmayacaq, hər hansısa bir belə deyək də sözlər ardıcıllığı olacaq bir sətirdə. Bildim siyahıdandır. Sadəcə maraqlı gəlir ki, yəni soldan sağa doğru gedə bilər, sətr boyu Soldan gedə sağa heç bilər. divə də ehtiyac yoxdur. Sadəcə liyin içərisində yazma. Ya da ki, bir dənə Tamam. liyin içərisində yaz. Bax, burada liyi açdın, liyi burada bağlama. Burada da liyə ehtiyac yoxdur. Burada da liyə ehtiyac yoxdur. Burada da ehtiyac yoxdur. İnformatikanın liyin bağla. Elə bir ki, liyi burada açırsan, burada bağlayırsan, aralarına da vergülmü qoy, nöqtəmi qoy, o sənin öz istəyindən asılıdır. Sadəcə bir sətirdə yazacaq. Bu şəkildə olacaq. Filiz 8. Seçkidir. Ayrıca üfüqi xətt seçmək üçün istifadə edilən tag hansıdır? HR tagi. Bəli, horizontal row. Belə bir düz xətt çəkməklərinə istifadə olunur. Bu B-ri nədən yanadır?
Filiz, deyə bilərsən? Hansı? B-R? Bəli. Bilmirəm. Uşaqlar, bu B-R yoxdur sizin vəsaitdə. Yadınızda qalsın. Növbəti sətirdə keçməkdən yanadır. Yəni tutaq ki, biz burada hər hansı sözlər ardıcıllığı yazmışıq. Məsələn, burada bu cümlə var. Ayrıcı üfüqi xətt çəkmək üçün istifadə edilən tek hansıdır? Tutaq ki, bu cümləni yazmışıq. Bu cümləni iki hissəyə bölmək istəyirik. Çəkmək üçün istifadə edilən tek hansıdır? Üçün istifadə edilən tek hansıdır? Növbəti sətirdən yazmaq istəyiriksə, çəkməkdən sonra bir dənə BR tag qoyuruq. BR tagini açıb bağlayırıq. Ardınca yazırıq üçün istifadə edilən tek hansıdır? Bu zaman nə olur? Səhifədə görünəndə üçün istifadə edilən tek hansıdır? Düşəcək növbəti sətirə. Bu BR ondan yanadır. Mikail. Verilmiş təqləri analiz edin və yanlış olan variantı seçin. Deməli, verib H1 hipermətin H1, yəni hipermətin H1 təqi ilə böyük formada yazılacaq. Sonra HR color bərabərdir. Yəni o üfüqi cizginin rəngi qırmızı olacaq. Sonra BR verib keçəcək aşağı sətrə. O xətt o, bu da xətt sözünün qalın yazmış olacaq. Bizdən yanlışı istəyir. Baxsaq, A variantına deyir ki, mətnin gövdəsi qırmızı rəngdə yazılacaq. Bu səhvdir, çünki qırmızı rəngdə yazılmaq istəsəydi, body'nin daxilində yazardı. Amma burada HR-də yazdığı üçün üfüqi xətt qırmızı rəngdə olacaq. Bəli, düzdür. Düz analiz. Cüneyt. Verilmiş HTML təglərini analiz edin və səhv olan mülahizəni tapın. Mətnin başlığı göy rəngdə yazılacaq. Burada mətnin başlığına aid bir şey yazmamışıq. Font color ümumilikdə mətnin rəngidir. Mavi rəng olan. Mətnin başlığı birinci səviyyəli başlıq olaraq qeyd olunub. Ümumiyyətlə mətnin başlanğıcı elə H1 hesab olunur da, düzdür? Yəni mətnin başlığı mavi rəngdə olacaq, düzdür da. Bax, Onda düzdür, bəli. Bəli, font color bərabərdir blue, ardınca da H1, H1. Yəni bu blue nəyə aiddir? Hipermətni rəngləyəcək. Bu düzdür. A düzdür. Bəli. Davam elə. Mətnin başlığı birinci səviyyəli başlıq olaraq qeyd olunub, bu da doğrudur. Bəli. Mətnin gövdəsində olan şriftlərin ölçüsü 4-dür. Face şrift qarniturudur. Size bərabərdir 4. Düzdür. Bu da düzdür. Bəli. Mətnin gövdəsi üçün şrift tipi Arial olacaq, bu da düzdür. Bəli. Mətnin həm başlığı, həm də gövdəsi göy rəngdə olacaq, bu yanlışdır. Gövdəsi qırmızı rəngdə olacaq. Bəli. Gülçin. Səhifəyə şəkil əlavə etmək üçün istifadə edilən tek hansıdır? İmece. Bunun atributu nədir Gülçin? O SLC ilə daxil olunurdu, o deyirsiniz. Yəni, onu deyirəm, bəli. Kim 2 dəfə sual oxumayıb? Mən oxumamışam. Nərgiz oxu. Verilmiş HTML kodunun nəticəsində hansı variantı düzgün göstərilmişdir? Burada baxırıq, deyildi. Deyil olanda izahlı siyahı olmuş olur. Bəli. İzahlı siyahı da E variantında düzgündür. Bəli. Digər variantlarda nə problem var, Nərgiz? Digər variantlarda, məsələn, B variantı nizamlanmamışdır.
olmaz. C variantı çıxıntılı olmalıdır. C variantında. A variantında da həmçinin çıxıntılı olmalıdır. D variantında da nömrəliyib də nömrələmək olmaz. Nömrələnmiş və yaxud da nizamlanmış siyahıdır. Bu izahlı siyahı deyil. Bəli, həmçinin C variantı. Bəli. Ən yəni əsas məsələ də nədir? İzahlı siyahıda izah içəriyə girintili olur. Yəni mən tutaq ki, burada bu izahdır, bu içəriyə girintili olmalı. Bəli. Yaxşı. Mikail. Deməli, analiz edeyim. Ya, kitab oxumaq verib. Kitab oxumaq boy didə verdiyi üçün bu dəfə özü qırmızı rəngdə yazılacaq. Mikail, bu Və 1, 2, boy 3, didə 4, 5 verdi. verib sənə. Onlarla get. Özünü yorma. Qəşəng oxunmur bu. Sənə verib 1, 2, 3, 4, 5. Onlarla get də. Yəni o demək Tamam. istədiyim odur. Kitab oxumaq birinci səviyyəli başlıqdır. Bu doğrudur. Bunu Bəli, götürərik. H1-in içərisində ver. Ona görə. Aha. Bütün mətn qırmızı rəngdə olacaq. Məncə bu doğru olmayacaq. Çünki Adi orada var da tekst font qalır. Onlar hamısı ayrı-ayrı rənglərdə olan şeylərdir. Body text deyir axı Mikail. Nə deyək? Body text deyəndən sonra onların içərisindən bəziləri müxtəlif rənglərdə ola bilər. Bu qalsın, buna baxarıq. Keç növbətinə. Hələlik yanlış götürək baxarıq. Tegi mətni yeni sətirdən yazmaq üçün bu doğrudur. 3-ü götürək. Yaradıcı düşüncə formalaşdırır ifadəsi sarı rəngdə olacaq. Yaradıcı düşüncə formalaşdırırın qabağında verib ki, font qalır. Bu deməli 15 olsa Mikail, belə bir şeyə baxaq. Bax. Bu RGB haqqında məlumatın var da sənin. Səndən sıfırdan başlamışıq. Digər uşaqlar da diqqətlə qulaq assın. Bu hər bir RGB üçün FF ayrılır. Tutaq ki, R üçün FF ayrılıb, C üçün və B üçün ayrılmayıbsa, 0, 0, 0, 0'dırsa, bu o deməkdir ki, qırmızı rəng verilib. O demək ki, qırmızı rəng verilib. Yəni yalnız qırmızı rəngdən istifadə olunub. R reddir da, qırmızı demək. Məsələn, tutaq ki, bu şəkildə olsa 0, 0, F, F, 0, 0. Bu o deməkdir ki, yalnız green, yaşıl rəng verilib. Həmçinin, məsələn, tutaq ki, digərləri 0 olsa, 0, 0, 0, 0, F, F olsa, o deməkdir ki, buludan istifadə olunub, mavi. İndi sənə deyir ki, həm qırmızıdan istifadə olunub, həm də greendən istifadə olunub. Mən deyir, qırmızı ilə yaşılı qarışdırsan, sənə sarı rəng verər də. Yəni, belə məntiqlə fikirləşsən. Ona görə doğru götürə bilərik. Bunda 4 də doğrudur. Dünya görüşü artırır, qırmızı rəngdədir. Dünya görüşü artırır, hamısı sıfırdadır. Onda nə olmalıdır? Hamısı sıfır olanda sənə nə verirdi? RGB-də hamısı sıfır qaradır, hamısı bir yerdə olanda ağdır. Onda qara Orada verəcək. qara olmalı. Bəli. Ona görə yanlışdır. Onda bir üstü. Bir üst dörd olacaq. Amma dünya görüşü artırır ifadəsi ümumiyyətlə burada font qalır bərabərdir bu şəkildə verməsəydi,
Başda body text bərabərdir red verdiyinə görə bunu qırmızı götürmək düzgün olardı. Yəni, burada incə bir çizgi var. Bu belə. Yaxşı, üçüncü suallara Mikaildən başladıq. Elza. Nişanlanmış, yəni nizamlanmamış siyahıları yaratmaq üçün istifadə edilən teklər hansıdır? O da A variantı olur. Nizamlanmamış A variantıdır. B variantı, yəni nömrələnibdir. C variantı izahlı siyahıydı. D, Bəli. L, o izahlı siyahıydı. D, T, C, L. Elə necə deyim, təsvir eləyir də, sözün təsviri idi. Ay sağ ol. D, T təsvir idi. D'de, Şey, izah idi. D'de də izah. Bəli, Elza, düzdür. Bəli. Gülçin. Evet, cədvəlin səthini yaratmaq üçün istifadə edilən tek hansıdır? TR. Sətir TR-dir. Bəli. Digərlərini də say. Digərləri nələrdir? TH sütunun başlanğıcını təyin eləyir. Hı. Table xanaların məzmununu təyin eləyir. Cədvəli Sonra. yəni. Aha. TD. PD. Sözün təsviri idi o. Evet. O DT'dir. İzahlı siyahıda. TD xananı bildirir. Hayır, xanaydı. Hə, bunları qarışdırmayaq uşaqlar. 14-ün D variantı ilə 15-in C variantını qarışdırmayaq. 14-ün D variantı izahlı siyahıda sözü təsvir etməkdən yanadır. 15-in C variantında TD isə cədvəldə xananı təyin etməkdən yanadır. Yaxşı. Davam eləyək. Deməli. Cüneyt. Cədvəlin sütun başlıqlarını təyin etmək üçün istifadə edilən tek table header'dır. O da TH. Cüneyt 17-ni dedi. Verilmiş koda uyğun qurulmuş cədvəl neçə sətirdən ibarət olacaq? Sətir deyirsə ancaq table rowları sayırıq. Hı. 5 dənə olacaq. B variantı. 1, 2, 3, 4, 5. Bəli. Filiz. On sekizinci sualda verilmiş koda uyğun qurulmuş cədvəl neçə sütundan ibarət olacaq? Burada TR-lərin arasında olan teklərə baxırıq. 4 dənədir. 4 dənə sütun olacaq. Nə ilə verilib? Yəni birinci TR var ya, orada 4 dənə TR var. Məncə 4 dənə sütun olacaq. Yəni başlıqlar da sütunun. Hansı teklərdir? Bunları da denən. TH TH. Aha, burada TH. sütun başlığı. Aha, aydındır, TH aydındır. burada Budur da, bax bu 1, bu 2, bu 3, bu da 4. Sadəcə olaraq içləri boşdur da. Heç nə yazılmıyor. TH deyirsən, mən eşitmirdim. Ona görə səndən bir də təzədən soruşdum. Başa düşdüm. Yaxşı. Nərgiz. 19-cu sualda verilmiş koda uyğun qurulmuş cədvəl. Cədvəl neçə xanadan ibarət olacaq?
haradan ibarət olacaq deyirsə, TD-ləri saymalıyıq. Bu zaman saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 16 dənə. Yaxşı fikirləş, Nərgiz. Ay, Diqqətli ol. Yaxşı fikirləş. hmm, Mən demişdim nələri də TD-ləri saymırıq. başa düşdüm. Mən demişdim bir də əlavə nələri sayırıq? Xana, onlar da xana hesab olunur. Fikirləş. Kim bilir Başlıqları, nələri? Mən deyim. bütün başlıqlarını. Bəli, üstün başlıqlarını. Bütün Aha, başlıqlarını sayarıq. Çünki o zaman bütün başlıqlarında 4 dənə idi. Əlavə eləsək 20 dənə olur. 20 dənə olacaq. Ümumiyyətlə, TR-in içərisində nə verilibsə, Nərgiz, bunlar sayılır. Bu bir. İkinci də ki, əgər sən sütunun sayını bilirsənsə, sətrin sayını bilirsənsə, sən heç TD-ləri saymağa ehtiyacın yoxdur. Yəni, tutaq ki, sənin 5 dənə sətrin var, 4 dənə sütunun varsa, Vurarıq bir-birinə. bəli, Vurarıq bir-birinə də. bəli də. Bəli. Yaxşı. Yəni, laf vurmasaq da bir-birinə, laf analizinə getsək bunun, TH-lar da sayılır. Kim 3 dəfə oxumayıb? Nərgiz, 20-yə də cavab ver. Web səhifəyə qrafik fayl yerləşdirən zaman bu faylın ünvanı hansı ütülük vasitəsilə göstərilir? İndi burada emoji şəkil yerləşdirməkdir. SRC emoji-də emoji aid atributu yəqin ki olacaq. Alt. Alt nə dəyana istifadə olunur? Bayaq dediniz, xatırlamıram. Altı kim deyər uşaqlar? Alternativ idi. Gülçin de. Adında nəsə səhvlik oldusa, onu elə ki təzədən özündə saxlayırdı, həmin adı özündə saxlayırdı, elə bir şey. Şəkil yüklənməsə, şəkil haqqında məlumat verir. Məsələn, şəklin adı da ola bilər. Onun bir Adında nəyəsə səhvlik. başqa bir şey təsvir də eləyə bilər. Bəli, alternativ. Nərgiz, width-lə height nədən yana istifadə olunur? Demək bunlarda ölçülərdir da. Width enine ölçüdür, height da uzunluğa ölçüdür. Ölçülərini təyin edir. Hündürlüyü. Hündürlüyü. Yaxşı. Nərgiz, nəzəriyyəni biraz artır. Günel. Web səhifədə hiperistinad yaratmaq üçün istifadə edilən tek hansıdır? A tegindən istifadə olunur. Başqa sənədlərlə əlaqələndirməkdən ötürü. Bəli. ATG-nin atributunu da denən Pref. əhsən. Yaxşı. Elza. Ki verilmiş kod ilə bağlı yanlış olan fikir hansıdır? Image, source, bu cluster JPG, bu grafik fayldır. JPG-dən bu grafik fayl olur. Deməli, ikincidə width nə idi? Height uzunluğuydu. Deməli, n 300, height uzunluq 200 olur. Altıda bayaq dedik ki, elə bir cluster nədir? Elə bu haqqda elə bir məlumat verəcəkdir. Bayaq dediyimiz kimi, cluster nə olduğu haqqında dəyişdirsək, deyəcək cluster nədir da? Align unutdum mənim.
Nə olduğunu unuttum. Əlayın. İstiqamət deməkdir. Hə. Yəni sağa Yəni istiqamət verir. Sağa istiqamət verir. Veb səhifənin sağına görə şəkil düzlənəcək. Bəli, bu deməkdir. Aha. Deməli, variantları oxuyuruq. Aha. Deyir ki, şəkil veb səhifə kompüterin yaddaşına əlavə edilib. Yaddaşda desktop yaddaş, Bəli. desktop yaddaşdır. Desktop yaddaş deyil, Ee, C diski yaddaşdır. Hə, desktop Aha. yaddaşdır. Şəkil ekranın sağ tərəfinə əks olunacaq. Bəli, dedik ki, komut verir ki, elə bir sağ tərəfdə getsin, sağ istiqamətdə getsin. Komut nədir Ezra? Yəni şey daha elə o tərəfdə də o tərəfə Komanda verdik. Aha. yönləndiririk. Yönləndiririk. Aha, Aha. bəli. Image və source taglər width, height, alt origin atributlardır. Xeyr, onların yəni əlaqəsi yoxdur ki, bir-biri ilə. Bu qalsın, bu qalsın. Bu hələ ki qalsın. Qalmasın. Şəklin Bir dəqiqə qalmasın. Orada problem nədir? Bəli, düzgün cavab C variantıdır, amma burada problem nədir? Image'in elə bir aşağı elə bir atributdan image'dən source-a gedirik da. Yəni bunlar onlarla əlaqəsi yoxdur. Source nədir? Bəli. Source image-in nə idi? Bayaq dedik da. Atributudur da. Atribut. Demək source tag deyil da. Problem orada. Bəli. Bəli. Təşrin eni 300 hündürlüyü 200 piksel olacaq. Bu doğrudur. Bəli. Açılmadıqda klaster nədir ifadəsi əks olunacaq? Bəli. Alt bərabərdir Bəli, klaster çünki alta yazmışıq ki, klaster nədir? Bəli. Yaxşı. Dördüncü sualı. Mikail, oxu. Kodu analiz edin sayfalara tapın. Bizimlə əlaqə qalış olacaq. Bu doğrudur. Belə arasına verib. Aha. Ünvan üzərinə klikləməklə başqa websayta keçmək mümkün deyil. Istinaddır. Ola bilər da. Niyə olmaz? Bizimlə əlaqə hipermətindir. Bu doğrudur. Yaradılmış hiperkesit. Burada səhif tapamıyorum. Mikail, bax, orada deyir ki, bu ünvanının, B variantı deyir, üzərinə klikləməklə başqa web sayta keçmək mümkündür. Mən yadınızdadırsa, bayaq güvəndə baxanda deyirdim, nəyin üzərinə biz klikləyirik? Bax, bura keçməyimiz üçün bizimlə əlaqənin üzərinə biz klikləyirik. Biz hipermətnin üzərinə klikləyib həmin o web sayta gedirik. Yaxşımı? Burada hiper istinad bəli, bizimlə əlaqədir. Yəni orada fərqli rəhddə düşən və istinad göstəricini onun üzərinə apardıqda əl işarəsi alırıq. İfadə hipermətindir. Sadəcə bizimlə əlaqə mətnidir. Bizimlə əlaqənin üzərində istinad tıkıldatsaq, artıq bizi bu səhifəyə yönləndirəcək. Və dedim ki, href bərabərdir nə yazılıbsa, bizi ora aparır. Onun üzərinə klikləmirik yoxsa. Bu belə. Yaxşı, dördüncü sualı kim oxumamışdı? Esin, kim oxumayıb? Ümumiyyətlə az sual oxuyub. Mən. Filiz, Filiz oxu. Filiz, 24'ü sən oxu. HTML-də yazılmış kodu analiz edin və kodun nəticəsi ilə bağlı yanlış olan variantı tapın. A variantında web səhifədə özündə hiperkesit saxlayan şəkil əks olunacaq. Koda baxanda image SRC verilib, yəni təsvir olunur şəkil. Onlar A variantı düz. B variantında web səhifədə əks olunan şəklin üzərinə klikləməklə virtualkurs.com web saytına keçmək olar.
Aha, bu da düzdür. C-də şəkil hər hansı veb səhifədən götürülmüşdür və ekranın sol tərəfində əks olunacaq. Align left verilibdir. Solda əks olunur. Bu da düzdür. D variantı veb səhifədə əks olunacaq qrafik faylın uzantısı PNG-dir. Bu da düzdür. Y variantı verilmiş linkin üzerine mouse'la kilitledikdə şəklin olduğu səhifəyə kesit baş verəcək. Bu səhvdir. Niyə səhvdir? Onu da denən. Burada linkin üzerine yox, informatika kitabının üzerine kilitledikdə həmin linkə keçəcək. Bəli, bax bu sualla 24-cü sualla 25-ci sual elə 23-cü sualla 24-cü sual bir-birinə çox oxşardır. Uşaqlar, bu belə kodun çox yazılmağı sizin gözünüzü qətiyyən qorxutmasın. Bax, A variantda deyir ki, veb səhifədə özündə hiperkeç saxlayan şəkil əks olunacaq. Yəni bayaqdan biz mətnin üzərinə sıxaraq hər hansısa veb səhifəyə gedirdiksə, indi artıq bu vəziyyətdə şəklin üzərinə klikləməklə biz başqa veb səhifəyə gedəcəyik. Bax, bu şəklin üzərinə kliklədikdə, bax burada yazıb PNG, burada işarələdiyim yer. Onun üzərinə kliklədikdə, bax bu sayta gedəcəyik. Burada hiperistinad nədir? Bax bu şəkildir. İndi Y variantında deyir ki, verilmiş linkin üzərinə mouse'la kliklədikdə şəklin olduğu səhifəyə kesit baş verəcək. Xeyr. Biz şəklin üzərinə kliklədikdə virtualkurs.com-a keçəcək. Yəni, hal-hazırda qrafik fail gözümüzün qabağındadır. Onun üzərinə klikləyirik və başqa sayta gedirik. Bu belə. Başqa kim az sual oxuyub? Web səhifəyə əlavə edilmiş şəkil hər hansı tərəfdən açılmadıqda bu şəklin əvəzinə alternativ mətn yerləşdirmək mümkün olur. Bu məqsədlə alt atributundan istifadə olunur.